Salam əziz yoldaşlar. Bugün istədim map işləyək bir yerdə. Bildiyimiz kimi hal-hazırda writing tasfana daha çox map düşür. Proses istəyənlər olmuşdu, amma bu prosesi özüm hələ tam mənimsəməmişəm. İstəyirəm tam özüm belə düşüm, sonra video çəkəcəm. Böyük ehtimal bugün və yaxud da sabah axşam çəkməyə başlayaram. Deməli, map işləyərkən indi burada mən 3 dənə verilən mətni götürmüşəm. Burada biraz düşməyibdi mən çünki SS edib bura yapışdırmışam. Bax bu gördüyünüz yer Leisure Complex olub. Bu Housing Estate yazılıb. Burada Superstore yazılıb. Burada eyni ilə qalıb. Bura Hotel Station və bunu da oxuyun. Business Park. Yes. Deməli, və bizə də başlıq olaraq deyir ki, the maps below shows the changes that have taken place in Middleside Village. Yəni iki yerin, həm bu yerin, həm də Fontonda olan dəyişiklikləri biz nəzərə çarpacağıq 1962-ci ildən ta ki bu günə qədər. Biz bilirik ki, introduction bölməsində tapşırığı parafraz edirik. Heç bir detal, fikir, səbəb yazmırıq. Verilən isə qısa olsa da bizim that's not our problem da. Yəni çünki özləri girişi nə qədər verirsə biz ona qədər parafraz edə bilərik. Heç bir detal vermirik. Necə düşünürük? Xəritələr var, dəyişikliklər var, zaman aralığı var və yerlərin adı var. Vəsə. Yəni işimiz çox asan olur. Və ona görə mən həmişə elə göstərdiyimiz şeylə yazaq. The provided map bizə verilən, biz təmin olunmuş mapslər cəmdə olduğuna görə illustrate yox, illustrate yazırıq. Bunlara fikir vermək lazımdır. Həqiqətən çox balımızı aşağı sala bilirlər. Demək istəyirik indi bu maplər bizə göstərir ki, bu necə dəyişib, bu Middle South Village-dan Fonton illər ərzində necə dəyişib. Necə deyə bilərik? How deməli, bu necə yazılır? Middle South. Deməli, böyükdən yazaq. Çünki yerin adıdır çox güman. Middle Side Village. Middle Side Village and burada deyirdi ki, qonşuluqda olan Village and Fonton a neighboring town. İndi biz bunu belə parafraz eləyə bilərik. A neighboring town of Fonton deyə şəklində yaza bilərik. İndi nə yox, neighboring deyirəm, düz yazdım, dən baxım. Yes, neighboring town of Fonton. Səhv yazmışam. Niyə belə qırmızı düşdü? Düz yazmışam axı. Neighboring. Yes, never mind. Deyəsən bu siz niyə görə belə göstərir? English o Amerikan bir accent var. Məsələn, behavior da yazanda belə qırmızı göstərir. Yəqin İngilislər, Amerikanlar ya da İngilislər belə bir şey yazır. Yes, ona görə sizə qırmızı düşür. Never mind. Dedik, how Middlesouth Village və Fontonun kəndi dəyişibdir. Yəni, necə deyərik? Dəyişib. Present simple-la verək. Çünki have changed from 1900 neçə idi? 62-dir də, düzdürmü? From 1962 bu günə kimi to the present day. Okay, nöqtəmizi də qoyduq, yekunlaşdırdıq. I think that's all. Yəni bizim introduction ən güclü səviyyədə məncə bu ola bilər. Əslində daha güclü ola bilər, yəni mənim yazacağım sadəcə bu ola bilərdi. Sonra baxaq. Nəyə baxaq? İndi isə uşaqlar, overview-ni yazanda ən vacib olan hissələr. Bir dənə bunu uzaqlaşdırım, üç şəkildə görə bilək.
Ümumilikdə nə olub? Hansı böyük dəyişikliklər var? For example, Middleside kənddən suburba çevrilibdi. Suburbs olub. Sonra yollar, nə bilim, bax bu yollar çəkilib. Burada bir çəkilmişdi, burada ikincisi çəkilib. Bu zaten var idi. Stansiyalar artıb, station yaradılıb, otel yaradılıb, Fontonda inkişaf edib, nə bilim, biznes park yaradılıb. Burada leisure kompleks yaradılıb, housing estate yaradılıb, da superstore yaradılıb. Bunlar hamısı bizim dəyişikliklərimizdir. In general, Virgil, the aramızı qoyaq. The area təcrübədən keçdi. Yəni yaşadı bunu. Həmişə undergone-dan has undergone yaxşı ifadədir writing task form üçün. Onu bir gəlib kimsə yadınızda saxlayın ki, yəni have taken place, ya nə bilim, yəni baş verdi əvəzinə elə versə daha yaxşı olur. The area has undergone, yəni təcrübəsini bunu yaşadı elədi, necə experience elədi, witness elədi. Necə dəyişikliklər? Uşaqlar, significant changes edə bilərsiniz. Significant improvements, significant developments və yaxud da remarkable improvements, remarkable changes, doesn't matter, it's up to you. Mən yazıram significant, yazı da bilmirik. Significant developments. Significant developments. Elə orada bir 5 saata yazsaq, tutardı vaxt. Significant developments. Aha. Berger. İndi bu significant developments'ı biraz açmağa ehtiyacımız var. Məsələn, Middleside neynədir? Expand elədi. Artırdı öz ərazisini necə area? Suburban area'ya çevrildi. With Middleside expanding, çünki prepositiondan sonra yadınızda saxlamış ing gəlir. Middleside expanding its into suburban areas. Sonra Fonton necə bir yer oldu? Otel yaradıldı, nə bilim, business park yaradıldı, stationlar yaradıldı. And yazaq Fonton. And Fonton. And Fonton. İndi bunu necə yazaq? Məsəl üçün, deməlim, has witnessed, belə yazıram. Witness remarkable changes yenə with'dən yazıram. With necə yazırdasınız? Constructing, if I'm not mistaken. Yəni constructing maybe. Or burada U idi. U eləyək. Constructing of new facilities and neyini uşaqlar başqa və transportu da, yəni railway artırılıb. Biz construction danışa bilmirik. Neysə. And expanding daha doğru artırdı. Expanding deməli, new roads, expanding the transport way. Daha yaxşı olar. The transport ways. Daha yaxşı olar, I think. Yoxsa new roads. In general, the area has undergone significant developments with Middleside expanding into suburban areas.
Fonton çox detala girmək istəmədim ki, bodylərimdə o detallar yazaram. For example, housing estate, leisure complex falan bodylərimdə yazaram da. Has been marketed with construct of new facilities. Burada da facility'nin istəyirəm adını yazım, əslində like. Amma məncə çox da yazmaya ehtiyac yoxdur da. Çünki onu body kimdə də onu əlavə eləsəm çox body kimə mütləq əlavə eləməliyəm. Amma overall-da da versəm repetition kimi səslənə bilər. Məncə okeydir yəni. Bir dənə bu hissəmiz the construction of new facilities and expanding the transport phase. Nəysə qalsın. Doesn't matter. Baxaq. Bir dənə gəlib görmüşdüm. Bir dənə yadıma saxlayım. Müəllimim demişdi mənə looking out from all perspective belə bir şeydir, amma biz bütün perspektivlər bir dənə baxaq uşaqlar indi overall yazandan sonra overall mütləq olmalıdır yadınızda. Bir də mən maps'ə overall yazmıram, in general yazıram həmişə. Deməli uşaqlar body paragraph 1-da 62 ilə 85-i müqayisə eləyək. Body paragraph 2-da 85 dənə hal-hazırda olanı müqayisə eləsə daha yaxşı olar, daha asan olar. İndi deyək ki, əvvəl keçmişə baxaq. 1962-ci nə var idi və 1985-ci nə kimi dəyişikliklər oldu, nə kimi əlavələr olundu tipli özümüzə sual verək. 62-ci ildə Middlesex kiçik bir kənd idi. Demək olar ki, heç nəsiz və bir dənə çox bir qısa bir yol var idi. Və Fonton bir dənə dəmir yolu da nədir? Railway-dən ayrılmış bir yer idi də. Çox kiçik bir sezon yer idi. Az yol, az tikili var idi. Ümumiyyətlə tikili yoxdur, nəysə. Yəqin ki, bunun tikini bir göstərmir də. Sonra burada deməli 1985-ci ildə Leisure Complex gəldi, Housing Estate gəldi, Superstore gəldi, yeni yol əlaqələri tikildi, yeni yol əlaqələri bu zaten var. Fonton inkişaf eləməz, əslində yaza bilərik. Fonton ərazisi baxın uşaqlar, biraz böyüyüb, belə artıb, bunu yaza bilərik. Ona görə də belə yazaq. Maps-də illə başlamaq və yaxud da in the north bu kimi təsvirlər çox yaxşıdır. Ona görə başlayacağım deyil ildən və yaxud da in the north side. İndi burada daha çox north west tipli yazmaq əslində o da olar. Prosta yəni o eyni şeydə burada west tərəfdə, if I'm not mistaken, west tərəfdə middle side, est tərəfdə də bunlardır. Onu bilsin nə var yazmaq olur. Əgər map'in özü məsələn north east west verirsə oradan istifadə edir. In the northwestern part of the town onlar çox yaxşı ifadələrdir. Onlarla təsvir eləmək, yəni task response-umuzu, coherence cohesion'u çox qəşəng şəkildə artırır. Çox danışmadan şübhəli, amma çox danışdıq yenə. In 1962 vergül. Middlesex kiçik bir yer idi, şəhər deyil, kənd idi. Middlesex was a small village. Belə yazılır. Village. And with very small village'də üçlü yoxdur. Small village. Sonra village. Sonra while and while yaza bilmərik. Çünki məsələni yazan ki, məsələn Fontonda bir railway ayrılmış bir hissə idi. While yazsa o demək ki, bir-birinin əks ama eyni şey demək olar ki, and Fonton was ayrılmışdı. Deprived yox. Separated belə yaz. Separated. Görürsünüz, kaş bu düzəldən olmaz. Mənim səhvlərimi sonradan görə məsəl üçün separated yazmışdım. A olmalıymış burada. Separated by a railway. Railway ilə yəni aralanıb da. By a railway. Railway and surrounded boş bir yerlə əhatə olunub da. Bura necə deyə bilərik? To be surrounded da. Zaten burada to be vermişik ikinci. And was surrounded yenə verək. Was surrounded with
To be surrounded with ifadəmiz var. Surrounded with open lands. Açıq yerli torpaqlar. Sonra başqa nə görürük? 1985-ə gələk, tabi bunu təsir edib bəsdir. Nöqtəmizi qoyaq, başlayaq. In 1985 virgül, comma. Vacib dəyişikliklər edildi. Yazaq ING ilə başlayaq təsvir eləməm. Ən xoşladığım şeydir. Məsəl üçün, line qrafın özündə, bar chartın özündə. For example, tutaq ki, the consumption of food increased dramatically, virgül, accounting for, bu faiz illərim. Ən xoşladığım şey, quruluş odur da, yəni ki, feili yazdıq, vergili qoyduq, ING ilə təsvir elədik. İndi bu da onun kimi. Bayaq remarkable changes yazdım. İndi yaza bilərəm ki, notable, belə yazılır, ümid edirəm. Notable yox. Qeydələ noticeable yazmaq istəyirəm. Noticeable belə yazılır. Noticeable. Changes yazdım. Alters yaza bilərikmi? Alters. Yox, alters mi? Yox, verir. Noticeable. Shifts da ola bilər əslində, amma bura uyurmu? Əsas odur. Neysə, changesdən yazdım. Bir dənə repetition istəyirəm. Əsas odur, düzgün yeri, yəni şəkildə yaza bilim. Notable change. Baş verir. Bayaq dedim, undergone yaşamışdı. Witness experience bayaq deyəsən yazdım. İndi yaza bilərik ki, məsəl üçün, bayaq ən birinci dediyimdə yaşamışdır. Keçmiş zamanda, keçmiş had taken place-dən verə bilər də, olmuşdu. Taken place nə deməkdir? Took place, baş vermək, olmaq. Olmaq nə demək? Yəni, olmuşdu, nəsə bir hadisə olmuşdu. İndi 1985 olduğuna görə keçmiş zamanda yazmalıyım. Olmuşdu, mışmışdı, bitmiş zaman göstərici olduğuna görə indiki bitmiş, o keçmiş bitmiş. Had taken place. Vergülümüzü qoyuruq, təsvirə başlayırıq. Including. Başladı. Daxil edilməklə nə? Baxın, leisure complex, bir dənə göstərim. Baxın, leisure complexin yaradılması. Construction of leisure complex. Virgil, housing estate. Virgil, superstore in Middleside. So. Bunu necə yaza bilərəm məsəl üçün? Deməli, bax, bu iki arayanı birləşdirən bir şey tikilir. Onu da yaza bilərik. Including yazdıq. The construction of a leisure complex, virgül, a housing estate, virgül, housing estate and nə demişdik? Virgül əslində qoymalı deyilik, elə and yazaq yekində. And the superstore. Bu da bir şey yazdım. Superstore in Middleside. Task response-umuzu gücləndirək. Elə biz bu uşağı izah edirik, tən uşağı. Və bir dənə yol tikilir. And the new road tikilib qutarıb, was constructed actually, kimsə tərəfindən. Was constructed, runs through, constructed virgül, running through, nə yazdım?
through, running through, yəni axır. Məncə running through olmalıdır. Running along da yaza bilərik. Lies da yaza bilərik. Uzanır lies şəklində. Running through. İndi burada feil yazmam deyə lies yazmam. Run birbaşa lying da yaza bilərdim əslində. Running through between two. Bir də içini məsəl üçün uşaq bu tipdə yazmayın. Hərf kimi yazsa yaxşıdır, daha məsləhətdir. Neçə sözümüz var? 104 sözümüz var. 104 sözümüz var. Okay. Bunu yazdım, qurtardım. İndi gəlirəm now ilə 1981. Uşaqlar gördüyümüz kimi middle side necə dəyişibsə elə qalıb. Sadəcə bir dənə yazaq ki, middle side village-dən suburbs olubdur və font tonda da ancaq font tonunda dəyişikliklər indi var. İndi belə yazaq ki, əsas böyük dəyişikliklər indiyən baş verir. Middle size suburbs olub. Business park tikilib, otel tikilib, station tikilib, daha güclü yol, dəmir yol sistemləri artırılıbdır. For example, bura stationa gələn yol. İndi isə uşaqlar, in the present. Əslində at present də yazsaq olar. Amma mənim müəllimim mənə dedi ki, at present yox, in the present yaz. Amma at present də doğru, yəni yanlışdır. In the present, vergül. In the present, yəni həmişə ildən başlayırdıq, indi ilimiz yoxdur da, yəni bilmirəm onu neçənci üçün now yazaq. Ona görə in the present, bu middle side inkişaf elədi, suburb araya keçdi. Necə yazırıq? Middle side has, bax indiki bitmiş, çünki now'dan danışır. Has developed, düz yazdım, has developed into suburban areas, and vergül deməli including, yəni including ing quruluşunu biz sevirik axı ona görə. Including yaşayış yerləri, housing vardı. Residential səhv yazınız, yazılmalıydı ki, residential. Burada bir i'miz məncə. Yoxsa buradaydı, bir dənə yazın bura. Yes. Residential zones and nə? And modern facilities. O yerdə onun içində modern facilities'dən yazaq, nöqtəmizi qoyaq, daha şeylə qutaraq. Nöqtə qoyaq. İndi uşaqlar, bu məncə fontun ərazisi gedir. Əslində fonton deyil, indi otel, station falan gedək. Əlavə olaraq cohesion'umuzu artıraq. Desin, hey, examiner. Burada cohesion yəni linking göstərmişəm. Fonton has witness yaza bilərik, gördü, seen də yaza bilərik. Mən witness yazmam, witness xoşlayıram. Witness necə yaza bilərik? Dəyişikliklər gördü. İnkişaf gördü. İnkişafı qrofdan yaza bilərik. İndi onun qabağındakı sifətinizi zənginləşdirə bilərik. Deməli, necə nə yaza bilərik? Maraqlı fikirdir. Considerable growth, considerable yazaq. Considerable growth yazdıq. Vergülümüzü qoyuruq, təsvir edirik. Yenə with adding, onlar da adding yəqin ki, adding of hotel yoxsa with the addition daha yaxşıdır. With the addition of a hotel, niyə bura düşdü? Neysə, addition of a hotel and with addition sonra railway station və railway station business parkdır. Business park gəldi, oteli yazdıq və station, bu nə stationdur? Railway stationdur. Hələ railway gəlir. Railway station and business park. Yəni addition da vergül, bu da addition-a aiddir.
Railway station. Railway station. İkinci səbəbdə addition yazmayaq. And business park. Business park. Neçə sözüm var? 138 sözümüz var, amma biz qurtarmaq üzrəyik. Və demək ki, mən başqa söz yaza bilmərəm. And deməli. Yenə vergili təsvir eləyək ki, changing fountain from, yəni fonton dəyişdir. Necə? Bax, uşaqlar, 1962-ci boş bir yer idi. Necə yazaq onu? From limited, yox, boş. From empty zone into şəhər arayası necə yazılırdı? Urban yazaq onda belə. Ağlıma heç nə gəlmir. Into urban nə? Hə. Ətraf environment. 146 söz oldu. Nöqtəni qoyaq. Changing fountain from empty zone əlavə eləyək. İli də əlavə eləyək. 1962. Interurban environment. Hə. Deməli, nə əlavə eləyə bilərik başqa? Başqa nə əlavə eləyə bilərik? Changing fountain between running through between, bunu gəlin to arayası silək, middle side eləyək. Nə artırdı? Middle side belə mi yazılırdı? Middle side between middle side village, çünki onda village idi. Birinci paragrafdan danışıram. And fountain. Все. Bu qədər. 150 sözümüz əldə oldu da. Məncə burada dəqiqmi düz sayıb. Yəqin düz sayıb. Nəysə, bu qədər yaza bildim. Really. Başqa heç nə ağlıma bir şey gəlmir ki, nəsə əlavə eləyə bilərik. New facilities. Əslində bura expanding the transport ways was a small village. Məsəl üçün, bax, bunun bir dənə təsvir eləyə bilərik. 1962-ci ildə çox limited place idi. With very limited places. With very limited place. And fountain was separated. Yəni, vergülümüz artıq. Bu qədər. 154 söz. I think it's enough. Belə. Siz də bəyənsəz, xoşlasaz və yaxud da additional feedback kimi nəsə vermək istəyiz, məmnun olaram. Çünki mən IELTS instructor deyiləm. Sadəcə bu yolla həm özüm öyrənirəm, həm sizə öyrətməyə çalışıram. Əgər öyrədə bilirəmsə, fikirlərinizi bölüşməyi, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayaq. Bye bye.